Ən yaxşı bloger hansıdır? Bu gün Rafinch, Hilalızadə və İlkin Xəlilin videolarına baxacağıq. Bu bölümü çox sevdiyinizi bilirəm, mən də sevirəm və bu 3 blogeri həqiqətən də çox sevirəm və onların hamısının Instagram və TikTok hesablarını açıqlama qismində görəcəksiniz. Hər bir blogerdən 10-dan 15 dənə video baxacağıq. Görərlər qarşımıza nələr çıxacaq. Bu arada inşallah kanalımıza baxanların 60-70% hələ də kanala abunə deyil. Əgər video baxandan sonra kanala xoşuna gəlsə, bir də abunə olmağı unutmayın. İlk olaraq Hilalızadə ilə başlayırıq. Görərlər Hilalızadə son zamanlarda nə tər videolar seçib. Abi bu mahnı, tema bu mahnı. Hamısı qoyanmayacaq, siz başqa mahnı eşidirəsiniz. Plastik cərrahın yanına qədər əməliyyata girir, qız olur. Aha. Hilal görür. Xoş gəlir. Bir yerdə gəzirlər. Evlilik təklif eləyir. Uşaq olur. Uşaq gəlir. Mən bir şey başa düşmədim. Yəni Rafinch'in özü o rəngdəmi ki, uşaq da bu rəngdə çıxır. Əslində var, orada bir dənə qardərli, bir dənə başda qardərli birini qoysaydılar əgər, yəni bu uşaq həqiqətən də o nöqtə atışı olacaqdı da. Nə demək istədiyimi başa düşdünüz yəqin. Çox qarışıq oldu cümlə bilirəm. Əziz tamaşaçılar, bugünkü qonağımız məşhur psixoloq Bilal Bəlizadədir. Onun Türkiyədən, Rusiyadan və hətta İrandan belə sertifikatları var. Çox sağ olun dəvətiniz üçün. Hələ var ya, pox sertifikatlar da 200 manat. Çox maraqlı. Artıq pasiyentim tapıldı deyəsən. Abi biz tanıyırıq da normal psixoloqlarda. Buna ne maşiniki gəlib oturmuşdur. Mən buradayda obsessiv kompulsiv və kognitiv dezonans sezirəm. Bu nə Olmasının səbəbi bu bəyə uşaqlıqda atası tərəfindən əl qaldırılması. Hala qaldırmalı da əldalı oğlan uşağıyıq da döyülməliyik də. Yoxsa sən kimi pettilə kimi böyük. Təhqir artıq elimdə adlı tapmış aleksitimiya pozuntusu kimi gedir və mən bu diaqnozu bu insana qoydum. Ha qoydum nə dala şüt. Sən çıxardım səni şöyle göstərim kim kimə qoyur. Oy zübül. Ağzın nə şeyildi ala xiyar. Bu insan artıq bütün çərçivələri aşır və mən bu verilişi tərk edirəm. Xahiş edirəm, mən mikrofonumu çıxardım. Bilal Mən bəy. burada qala bilmərəm. Üstün ala ağım əmək. Bəli, əziz tamaşaçılar, hal-hazırda bura çox qalmaqallıdır, heç yerə ayrılmayın, qısa fasilədən sonra görürlər. Bilal bəy, çox kobud olmadı, bağışlayın. Allah yox, o bomba kimi Doğrudan dəli sən. yaxşıdır. Çox Mən bu da gözümü çıxartdı. Ağam əmək mövzusu zad zor idi. Mən sən səhərdən göz vururam ki, kompleks söhbətinə. Kişilərin kompleksi. Allah onun seansı semiçka kimi satır, bomba pul tuturam. Mənə nəsə çatacaq bəs Narahat olur. olmayı sən nə idi? Allah. Çox. Qurmaydı uşaqlar, heç bir real deyildi. Yəni ki, psixoloqlara nə qarışırsınız, inanmırsınız. Yəni həqiqətən psixoloq yanında gedən insanlar mənə çatmır da, yəni. Psixoloq yəni siz öz həyatınızı özünüz formaya sala bilməyəndən sonra psixoloqla qarşısında yəni. Salam əleykum. Salam, salam. Siz uşağın dalıcı gəlmisiniz? Bəli, bəli. Bir dəqiqə, sən o video çəkən qaqaş deyirsən. Hə, mənəm. Ayıb deyir, uşağın da var, belə giz-giz videolar çəkirsən. Qardaş, bezdirmisiniz bu söhbətlə. Sən əgər uşağınla vaxt keçirtmək istəmirsənsə, əlinə telefon alıb verirsənsə, bu mənim günahımdır. Özü ki, sənin uşağın telefona girirsə, orada elə şeylər görə bilər ki, mənim göstərdiyim onun yanında oyuncaq. Yəni dediyimin canı odur ki, sənin uşağın küçə bayıra da çıxır, orada da ondan 5 bətər sözlər eşidir. Sən də O çox haqlı danışır. Sözlərsə masa çox haqlı danışır da yəni. bunun qabağını heç vaxt ala bilmərsən. Sən ancaq öz uşağın üçün düzgün nümunə ola bilərsən. Mənim uşağım yoxdur ki. Onda burada nə etirazım? Hələ ki seçirəm də. Qayzıbe. Hilalın şəklində tutan ola Hilal. Amma belə zarafat bir yana, belə papaq başımda bir kim görsən də bənzi. Biraz da yatırsan o izlə. Söhbət bir yana Hilalın o videonun ortasında dedikləri həqiqətən də çox düzgün şeylərdir yəni. Deyirlər ki, məsələn siz insanlara belə örnək olursunuz, siz uşaqlara belə tərbiyə verirsiniz, zırt bir söhbət edirlər də. Məsələn Hilal məsələn arada bir qeyri-etik sözlərdən istifadə edir də, ona nəzərən deyir. Abi zaten sən uşağın əgər əlinə telefon verirsənsə, yəni Hilal olmasın, başqası olsun. Luboy yəni pis nə gəldi görə bilər də telefonda. Buna görə sən ya telefonu nəzarət etməlisən, ya da ki uşağa yaxşı tərbiyə verməlisən. Oy Zübül Hilal şaxta baba. Ola. Taqo və hər dəfəsində gedəcəm deyirəm, prosta getmirəm. Adam yoxdur, getməsən öldürəm də. Yusifdə Rəşiddən olsaydı gedərdim yəni. Əslində də getmələr. Prosta adam 7-24 işçidə gedə bilmir məsələn. Qaşa, bir dənə də. Bəy, çox üzr istəyirəm. Siz niyə görə həmişə tək oturursunuz? Tənhalıq qəbahətdir bəyəm. Yox, bəy, mənə düzgün başa düşün. Həmişə gəlib bir çayın çay sifariş verirsiniz. Ətrafınızda da heç kim olmur. Tək oturub çıxıb gedirsiniz. Bilirsiniz, mənim sevdiyim bir insan var idi və məni səbəbsiz yerə tərk elədi. Dostlarım da həmçinin məndən bir-bir uzaqlaşdılar. Səbəbini soruşsaz, sizə cavab verə bilməyəcəm. lazımdır? Amma həyatım mənə göstərdiyi acı təcrübələrdən sonra başa düşdüm ki, tənhalıq mən isə tənhalığı tamamlayıram. Amma sizin gözlərinizdə kədər görürəm.
Əgər icazə versəz, mən istəyərdim ki, sizin dostunuz olum. Doğrudan deyirsiniz? Əlbəttə, bizdə çay qardım da keyfin istəyən yeməyi var. Gətirim oturaq ki, qardaş yeyək. Yox valla toxam yeyib gəlmişəm. Onda bir dənə qəlyan. Uzaq elə. Onda domino gətirin bir dənə 100. Yox oynaya bilmirəm. Telefon, Bacarmıram. nərd, Tövbəliyəm. yekə ekranda futbol, Zəhləm gedir. kabinetdə PlayStation. Mən bu joystick tuta bilmirəm. Ala okey. O nədir? Amma sən elə tək qalsan yaxşıdır da var. Sən nə deyirəm də yəni? Nə oldu da? Bir kişi ki, yəni onlardan ən azından birini eləyə bilmirsə, yəni nə bilim də yəni. Mən belə nərdə oynayıram da yəni o qədər. Dostum ilk dəfə qonaq gələndə. Salam. Salam brat, xoş gəlmisən. Çox sağ ol dəvətin üçün. Bu da gətirdim əli boş Amma gəldi. payın artıq olsun. Brat, gəl keç içəri. Xoş gəlmisən oğlum. Gözlə bir dənə sənə yemək çəkim. Valla ehtiyac yoxdur. Mən yeyib gəlmişəm toxam. Ayıb olar ki, ye bir dadına bax da. Ala nə olur? Bir il sonra. Qırma qapını. Açda qapını 5 saat səni gözləməliyəm. Salam. Qaç bir dənə mən çaycılar, mən televizora baxım. Brat, pultu tapa bilmirəm mən. Hə, pult məndədir, artıq sualların evinə get çay düzəlt. Sədaqət xanım necəsin? Yaxşıyam oğlum, sən necəsən? Aclığın var? Dəhşət ölürəm ağzından. Nə var yeməyə? Yaxşı düşbərə bişirmişəm, indi çəkərəm səni. Gedək, gətir. Siz bir sürü nədən danışırsınız? İş yoldaşınız vardı. O məsələsi nə oldu? Boşanam. Daş düşsün onun başına. Adamdır bəyəm o. Gözdə semçikanı gətirim, söhbətlər Qeybata var. başla. Danışacağım indi sənə. Rəşt bizə 200 dəfə gələndən sonra yazıq. Qardaş, mənə bir iki manat kömək edə bilərsiniz. Uşaqlarım var, acdır. 1-2 manat nədir xanım? Nə lazımdırsa mən alaram. Çox sağ olun, qardaş. İndi siz kömək elədiniz. Bəs sonra bu uşaqlara kim baxacaq? Mən baxaram. Başa düşdüm, mən uşaqlara baxırsan. Bəs mənə restorana kim aparacaq? Mən apararam. Bildim, mənə restorana gətirdin. Bəs mənə paltarı kim alacaq? Mən alaram. Başa düşdüm, mənə bunları aldın. Mən qadınam axı. Bəs kim mənə bilet alıb məni xaricə yollayacaq? Mən alaram. Başa düşdüm, mənə bilet aldın, xaricə apardın. Bəs mənə maşını kim alacaq? Qardaş, mənə 1-2 manat kömək eləyə bilərsiniz. Uşaqlarım var, azdır. 1-2 manat nədir qardaş? Nə lazımdırsa mən alaram. Ay zibil. Deyəsən bu sonsuz döngü şəklində hamı birini bu Peter Pan kimi kasıbdan alıb varlıya verir. Səhvdir, səhvdən alıb düzə. Ay zibil. Sobrat, getdim nə mən? Oy zibil. Oy zibil. Oy zibil. Ola. Hilalın rol eləmədiyi səhnələrdən biri daha. Cəmaatda alır ayağa. Allah'ın başı gedib. Nəysə də mən getir. Ay nə qəşəng baxırsan ha Arda. Xoşuma gəldi ya. Bu reaksiya qəşəngdir, xoşuma gəldi. Auksiyonu açıq elan edirəm. Və ilk məhsulumuz Elariz Məmmədoğlu'nun saçları. Başlanğıc qiymət 500 manat. Var artıran. 700 manat təklif eləyirəm. İlkin bəy, bugün necə elegant görsənirsiniz? Təşəkkürlər. 800. Rəfin bəy, bugün sizi burada görmək necə xoş bir hissdir. 900 manat. Ey bəcər kürən oğlan 900 manat. Adım Hüseyndir. Maraqlı deyil. 1000 manat. İlkin bəy, mükəmməlsiz. 1500. Rəfin bəy, sizi öz sıralarımızda görmək mənə fəxr hissi verir. 2000 manat. Qara cərfiləməsindən əziyyət çəkən vətəndaş 2000 manat. 2200 manat. İlkin bəy, Qara həmişəki cərfilə. kimi parıldayırsınız. 3000. Zadəgan Rəfin bəy, 3000 manat. Var artıran. 10.000. 10.000 manat. Var artıran. 10.001. 10.002. 10.003. Satıldı. Ha, gördünüz? Var mənim pulum. Nə olsun ki məni tərifləmirdiniz? Mənimdir saat. Ver bura. O nə pis tırxıya getdi ala. Lomda Elarizin saçı var ha. Amma zadəganı zor dedi. Elə anlıq elə Aris. Dünya yumurdu qardaş. Brat, bizdə bu təzə işçi var, Hansal o reception? Ala həri, reception. Qardaşınla ona. Başladın yenə qardaşımsan, qutarda oldu, qoy baba? sözümü deyim də. Ala o gün nə mənmişlər, bildiyin bahalı da. Nə danışsan? Ala hə, səni müğənnilərdən kimi çağırsalar yaxşıdır. Kim? Şakira. Qardaşın da Bəs siz də özü belə şeylərlə təsdiq Şakira ya. Sən bəlkə də heç o adamları görməmsən, oturduğu yerdə cəmaatın adına söz çıxardırsan. Ala mənim özümdə də elə günah ki, sənin kimi adamla oturduram. Uşaqlıqdan mənə demişdilər ki, bu fərri adam deyil. kim deyirdi? Ala babam. Qardaşın da o vaxt o. Oy babasına da yoxdur. Lan nə danışsan qardaşım sən? Həkim, mənim bir dərdim var valla. Bilmirəm heç necə deyim. A qardaş, rahat ol, həkimə gəlmisən sən. Vallahi həkim danışılası şey deyir.
Bildim, sənin başına dönərəm qardaş. Mən 250 manat maaş alıram. Gəlirsiniz hamınız burada mənim 5 saat vaxtımı alırsınız. Qapının ağzında da bir talpa adam gözləyir. Adamsan da vaxtımı alma, dinə. Talpa sözünün məndən başqa talpa sözünü ilk dəfə istifadə edən bir insan görürəm. Lakin başa düşünü deyə bilmirəm, utanıram. Allah, bu nə xasiyyətdir bu millətdə. Allaha and olsun bura yığılmışam. Sənə gərək bu boyda dərdin şişib bu boyda olsun, sonra qohum-əqrabaya zülm verəsən. Özün sən nədən utanırsan ay kişi? Utanar adam pis əməlindən, özgəsinə pis rəftar eləməkdən, açlıqdan, oğurluqdan. Sən həkim yanına gəlmisən. Mən 12 il təhsil almışam ay kişi. Mən morqda adam olmuşam. Sən mənə burada gəlib nə danışa bilərsən ki, utanmalı olsun? Nə pox yemisən sən? Hardan bildiniz? Məncə də Yüngür var utanmalıymış həqiqətən də deməməliymiş. Deməsəydi daha yaxşı idi. Biraz qaqa düz deyir də utanma. Bu şəkillər harda tapırlar ya? Bu nə şəkildir sən Allah? İndi isə İlkin Xəlilin videolarını keçirik. Görək İlkin Xəlil nə tərəf videolar çəkir. Hər bir daydanın telefonundan alan o mistik video. Ay zvi real de sən öldür ha. Çox realdır. Həqiqətən bu video həqiqətən mükəmməl realistik bir şeydir də. Plus da ki bunu çəkib telefonlarında saxlamaqla qaldılar. Instagram falan, Facebook'a falan da yükləyirlər yəni. Deməli nə yubka geyinsən, nə şal var. O bu ayaqqabını geyindin əyinə, üstündən də bir dənə qəşəng. Əmoğlu, xoş gəlirsən. Ayaqqabını çıxart gəl. Ay zibil, elə. O kişinin qorunu tez-tez yad edir. Vay Akif kişi, bunlardan tərəfdə qəşəng torpaqlar var ucuz qiymətə. Gedəsən də 3-5. Bura yerdir, dünyanın o başı. Səsə danışma. Gəl bana, gəl. O vaxt babama buradan yaxşı qiymətə torpaq verirdilər. Götürmədi kişi. Dedi nəyimə lazımdır, boş söhbətdir. İndi bütün nəsil onun qorunu yad eləyirik. Asif, xəbərin var da gələn ildən bu hibrid maşınların qiyməti qalxır. Bu Wuling 36.900'dür. Gələn ildən olur 43.500. Get birini al özvək. Gül kimi də maşındır. Allah boş şeydir, qiyməti ölsün gedib alaram. Gəl bala, gəl. Oğlum, o vaxt bax bu maşını babama yaxşı qiymətə təklif elədilər. Götürmədi kişi, dedi boş söhbətdir. İndi hər dəfə bu maşını görəndə o kişinin qorunu yada salıram. Vasif, ayda 5 tot torpaq var, istəmirsən? Ala istəyirəm. Ağlı başına gəldi. Alıram. Kimə əlli? O ayı görürsən bala. O vaxt babamın nəyimiz var, nəyimiz yox. Hamısını satdı, getdi o aydan 5 tot torpaq aldı. Bir köpək oğlu da demədi ki, ayda yaşayış var, adam oradan torpaq alar. Ata, bəs babam bunu bilmirdi? Babamın... Ay yaxşı. Biliyorsunuz ki bizimkilər almayıb, sizinkilər almayıb. Bəs bu torpaqları kimlər alıb belə? Zarafatsız, həqiqətən deyirəm də. Yəni kim alıb bu torpaqları? Qardaş, kimdir bu bəxtəvərlər? Kimdir bu bəxtəvərlər? Kofe içdiyim yerlər. Yemək yediyim yerlər. Dostlarımla sortu məlum olmayan restoranda yemək basanda biz TikTok virusu. Az vaxt o Reels'a, TikTok'a. Gəlmişik bir söhbət eləyək. 100 ildir görmürsən məni ya. Ver bura bu telefonu. Zor oğlum. Aha Talih. Talih bə. Bırak görə maraqlı nə video var? Qəşəng. Biliyorsunuz ki Reels'dansa TikTok maraqlıdır. Instagram Reels mənim fikrimdə daha maraqlıdır bu arada. Ki zaten Instagram Reels'e video işləyən TikTok'da da işləyir də. Yəni başa düşürsünüz. Algoritma ilə sən qabağına çıxmama ehtimalı var zaten. Harda qaldı ya bu? Bu kimdir? Dostumdur Hilal. O da bizdən gələcək. Başa düşmədim. Rahat olma, geydi. O Kürbaşın bu maşından nə səs gəlir? Səs nədən gəlir? Olsun artıq deyə bu. Məncə, Canik, səndə Stupidsan Podşivnikində səs var. Familius da var. Calaşdırım səni ona, ged onun yanına. Ekstra bağlanın. Bir də mən sizə zəhmət olmasa. Qardaş, mənə əstragonov zəhmət olmasa. Deməli, əzizim, mənə zəhmət olmasa yarım pors bozbaş, bir pors şirəli dana, bir dənə də qəşəng yirkə qırmızı soğan, baş. Salamat Canik, xoş oldu. Ay zibil. Bu səfər oldu da yəni. Kanıtlandı. Neyinirsən balam, nə var nə? Heç nə balam, oturmuşam da. Hilal da buradadır. Ləman, əzizim, əllərimə krem sürtmüşəm, gözdə sənə masaj eləyim. Oy zibil. Alo. Abi o dostu gay olsa belə məncə ətrafında o gay dost belə olmamalıdır, sənə deyirəm. Biri yazıb ki, siz global meme də bilirsiniz. Qardaş, onlar TikTok istifadə eləmirlər, niyə bilməsinlər? Atan layçıma deyir. Akif, doktora tapşırmışam. Apar uşağı görsət. Nəsə sualınız olsa məni yazın. Nə sualım olacaq? Mən uşağım bilmirəm nə var nə yox. Davay oldu. Dəhşət deyə var. Geri belə, ara gəl. Salam əleykum doktor.
Xoş gəlmisiniz. Uşağın neçə yaşı var? %100% hər şey bilirsən, öyle deyirəm də yəni. Yaxınlarınızın yolun başında olarkən dəstəkləyən və onlar uğur qazandıqlarını. Möhtəşəm əsərdir. Təbrik edirəm. Siz çox xoşbəxt atasınız. Oğlunuz çox istedadlıdır. O gör kimin oğludur? Akifin oğludur. Mən onun potensialını da gördüm, yazdırdım onu rəsmə. Dedim bana, sən rəssam olasın. Ata, mən rəssam olmaq istəyirəm. Sən yumuşaqsan bana. Rəssam nədir? Camaatın uşağı hərbiçi olur, nə bilim, həkim olur, mühəndis olur. Yer özünü şişir hə. Açıq təbrik edirəm. Deyir gələn badminton üzrə Avropa çempionu olur. Təbrik edirəm. Sağ olun, çox sağ olun. Gör kimin oğludur? Akifin oğludur o. Ata, mən badmintona başladım. Sən geysən bana. Badminton nədir? Camaat boksa gedir, güləşə gedir. Yer özünə mərfətli məşğuliyyət tap hə. Acı reallıqdır ya. Sən o acı reallıqdır da. Yəni çünki bilirsən necədir? O dövrdəki insanların beynində sadəcə sabit işlər var da. Başa düşürsən, bir dənə işə gir, oradan maaşlı bir şəkildə işlə və həyatını onun üzərinə qur. Nə qədər maaş az olsa belə əsas odur ki, sabit bir şəkildə gəlir alırsan. Başa düşürsən? Onların beynində belə necə deyim, artan və ya azalan, yəni həyatın enişli, çıxışlı olması yoxdur da həyatın. Deyirlər ki, sən bir dənə qardaş, ay 1000 manat, 2000 manat maaş al, bəsdir, başqa heç nə lazım deyil də yəni. Bərbərim ki, sadələşib video alsat çəkər. Hə, bu nə başda? Sən də qırtırırsan sən başını. Nə varıb ki, elə həmin saçdı da, elə gedəndə də belədin də. Telini də yalandan uzadı salladıbsan buradan. Hə, yerə. Ay, hamının otası eynidir, mən başa çıxmır. Sözün əsl mənasında da yəni o tel sözünə qədər düz danışır da. Nez olur, harada bilirsiniz bu qədər şey? Hamının elində cüzü, salam nədir belə? İndi isə Rafinşin videolarına baxaq. Bura bağçılıq deyə. Qardaşım elə danışırsan, mən də istəyirəm də çıxım o ucuz piraşkidən zaddan yeyim ləzzətli. Prosta köp verir də mənə, bədənimə düşmür. Mənə zəhmət olmasa well-dan bişirilmiş steak, bir də ki appetizer kimi balıq kürüsü. Mənə isə su. Ən yaxşısını sən eləyirsən, mənim qardaşım. Sudan gözəl nə var bu həyatda? Bura şalvarın qiyməti 350 manat deyir. Abrat, mən də keyfimdən giyinmirəm ki, bunu ucuz şey giyinəndə səpki verir də mənə. Maşallah, bura böyük eviniz var. Brat, danışırsan belə, bunun baseyni var, qazonu var, təmizliyi var, bağbanı var, saunası var. Rol o qədər qəşəng oynayır ki, hər gün mənim əsəblərim pozulmaya başladı, sən öyle deyirəm. Mən hələm kommunaldan danışmıram, zülüm ye. Təzə maşın da xeyirli olsun, bura. Hə, o biri maşını da satdım da. Günə 200 manatlıq benzin içirdi. 6-5 motor çatdıra bilmirdim ki, mənim qardaşım. Şey deyə, mən sənə borca pul vermişdim. Onu da vaxtda qaytara bilərsən. Allah, heç yeridir, qardaşımsan. Adam çıxardar dostuna bir dənə 100-lük verər. Deyər ki, ala bu sənə benzin pulu. Bu nə hərəkətdir? O qədər varlıdır, hər də pulun söhbət nədir? Bura səhv başa düşməyin, mənim vəziyyətim də yaxşı deyil, pula ehtiyacım Allah, bəsdir sən can ağlama. Demək istəyirsən ki, sənin üstündə bir dənə 50-lik də yoxdur. Yox. Allah, 20-lik. Yox. 10 manat. Allah, heç olmasa bir dənə 5-liyin də yoxdur. 5-lik var. Allah, vəsə da, brat, bu da mənim şirinliyim. Mən səninlə nə vaxtsa pul söhbəti eləmişəm. Ürəyimi sıxmaya belə şeylərə görə. Belə dostum olsaydı onu həyatımdan çıxardan əmin olum. Məncə rəşd var, yüngül var, biraz pul tapan kimi elə hilal kimi olacaq o da. Vaxtında buradan mağara götürmədik. Su qiyməti nə idi? İndi boş yer yoxdur. Vaxtında ağlım olsaydı karvan saxlayardım. Su qiyməti nə idi? İndi dəvə ilə qızıl qazanırdı. Vaxtında buradan torpaq almadım. Su qiyməti nə idi? İndi sotu 20 mindir. Ağlım olsaydı vaxtında bitcoin alardım. Su qiyməti nə? Vaxtında ağlım olsaydı su alardım. Heç yerdə su qalmayıb. Bu videonu çəkmək üçün nə qədər yerlərə gedib ya. Həqiqətən mənə əziyyət verilmiş bilən videoda. Sən öyle deyirəm. Prosta səhra qismi hardadır? Həqiqətən də mən maraqlı. Görürsən hara gedib orada? Mən onu tanıram, çox da diqqət çəkmək yaxşı, narahat olma. Sən utanmamaq lazım. Utanan uşaq olmaz. Səncə evi yığışdıranda nə tapsam yaxşıdır? Nə? Sənin ikinci telefonu bu. O yüzü. Sən məndən nə gizlədirsən ki? İş telefonunda nə gizlədəcəm? İş telefonumu məndən niyə gizlədəsən ki? Aha, ikinci dalga. Nə gizlədəcəm? Düzünü də, xəyanət elirsən mənə. O yüzü. Onda bu telefonu aç görüm, nə var içində? Dəqiqə. Bu mənim telefonum deyil ki. Necə yəni? Bu necə şkafa düşüb? Bu yaxında kim olub bizim evdə? Altın qoydu. Heç kim. O yüzü böyle su oldular, hep de deyirəm. Sən. O bilindir belə harda tökürlər, mən maraqlı ya. Bu nədir belə? Harda tökürlər? Bura sən nə əcəb hər yerə skuterlə gedirsən? Maşını nə əcəb götürmürsən? Mən nəyə siqnal verirsən? Görmürsən probkadır. Mən nə bilirsən sağa dönəcəksən? Pavarotiki yandır da. Harın soxsunuz bu?
Həvəs oxursan. Zarafat bu arada var ha. Yəni şəhərdəki o qədər tıxac görürsən var. Adam yəni maşını almağa yəni çox da həvəsli deyil də bilən tıxacları görəndə. Əziz xanımla super sizin üçün belə qiymət əziz super yalnız əziz xanım sizi düşməkdə xanımlar qiymətlər xanımlar bu ilin xanımlar məhsul qiymətlər Real da sana öldürəm də. Yəni bildiyin WhatsApp-ı yəni bildiyin sədərəyə çeviriblər də. İndiki kişilərin müraciət forması Abi, bir-birinə video. görmüsünüz necə yumşalır? Necə? Baxırsan, ara baxırsan. Niyə baxırsan? 2 dənə bazburutlu cavan oğlanla oturub söhbət edirlər. Cəmaatın söhbətinə qulaq asırsınız? Oturub söhbət edirlər. Aha. Durub ayrılanda biri o birisinə deyir ki, oldu ürəyim, görüşərik. Ujas. O birisinə deyir ki, tamam ürəyim, öpdüm səni. Biabırçılıq. O. Neyinirsiniz siz? Sağollaşırıq. Ürək nədir? Orqan. Bilirsən bir dükana bir cavan oğlan özünə də tərz verir. Fashionable. Yaxınlaşır sənə ki, ürəyim necə kömək edeyim sənə? Məncə də bu nə humanist idi. Kişi ürək deyər. Nə desin? Qəqə, kələ, ibrət, canciyər. Haqlı bir isyandır, nə deyim? Biliyorsun niyə belə aqressiv böcək? Nə var qoyursan ki, düz demir bəyəm. Kiviyə ürəyim deyir. Həqiqətən kiviyə ürəyim deməməlidir yəni. İnşallah bu video bu qədər idi. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Sizcə hansı bloger daha yaxşıdır? Yorumlar qisminə yazın. Deyirəm və bu video burada sonlandırıram. Daha hansı blogerlər belə VS atdırmağımı istəyirsə, onları da yorumlar qisminə yazmağı unutmayın. Yazıq videoda görüşürüz. Sağ olun.